deməli biz ötən həftə artıq müşahidə etdik ki, bazarda bir canlanma var. Alıcılıqda bir artım var deyə bilərik. Elə idi ki, ötən bazar alıcılıqda bir canlanma var idi, alan satan var idi. Bugün bazarda nə baş verir? Fikir verirsinizsə fonda elə görüntülərdən bir balaca kənara çəkilin, baxın. Fikir verirsinizsə kifayət qədər insan var, kifayət qədər maşın bazarında maşın var, maşın gətirilib və belə deyə bilərik ki, artıq bazarda bir dinamika, bir canlanmanı biz artıq müşahidə etməyə başlamışıq. Mən bir qədər öncə bazarın müxtəlif hissələrində oldum, bir-iki tanışla həm söhbət oldum. Bəli, alıcılıqda əməlli başda artım biz görürük. Bu tərpənişin baş verdiyi fonda artıq qiymətlərdə də bir dəyişiklik var. Cüzi də olsa qiymətlərdə bir artım görürük. Onu bir daha əyani formada sizə göstərəcəyik. Yəni, izləyin, izləmədə qalın və bizim kanalımız Avtosaz vasitəsilə avtomobillərə aid bütün məlumatları isti-isti bizdən öyrənəcəksiniz. Bunu mən sizə söz verirəm və bundan sonraki videolarda da maraqlı və lazımi o məlumatları sizlə bölüşəcəm. Hələlik demirəm, çünki biz düşürük bazara, bazar turu gerçəkləşdirəcəm. Həmin görüntüləri də sizə təqdim edəcəm. Yer gəlmişdən deyim ki, bazarda artıq, belə deyim də, illərin maşınları da artıq ayağa açır. Daha çox, düzdür, bu maşınlar elə bazardan çıxmamışdı, amma yenə də artım var o maşınlarda. Söhbət Mercedes G-Class və Y-Classlardan gedir. 1998 və 99, 2000-ci ilə qədər hər kəsin dörd göz Keşka kimi tanıdığı, ad verdiyi bu maşınların da biz bir xeyli bazara çıxarıldığının şahidi oluruq. Bu maşınlardan təbii ki, hələ də əl çəkən yoxdur. Bu maşınları alıb istismar edən var. Əsasən də bölgələrdə bu maşınlar olduqca əlverişlidir və bu maşınların müştəriləri daha çox bölgələrdən Bakıya bu maşını almaq üçün gəlirlər. Bizi izləyin, düşürük bazara, baxaq görək bazarda nə baş verir. Bazarı ümumi müşahidə aparırıq, gəzirik. Baxın, maşına baxanlar var. Maşınlara baxırlar. Fikir verirsiniz, dörd göz nə qədərdir bazarda? Salam elə ki, dörd gözlərin qiyməti neçədir? Nömrələri çəkmə. Çəkmirəm, qiymətlərini soruşuram. 16.000 yarım, 19. 2000-dir ili? 2000, 2 motor, 2-4 motor, 2-2 motor, 16 yarıma. Baxın, bazarda nə qədər dörd göz var. Çünki dörd göz sevənlər var hələ. Əvvəldə dediyim kimi, əsas alıcısı rayonlardan gəlir. Çünki bu maşınlar rayonlarda olduqca əlverişlidir, dözümlüdür, ustası çoxdur, detalları tapılır, çoxdur. Bazarın müxtəlif yerlərinə getməyə çalışıram. Ki, siz hər iki addımdan bir maşallah olsun maşına baxanlar, alanlar var. Alıcılar var, aktivlik var. Bazar deyərdim yavaş-yavaş özünə gəlir. Görürsünüz? Baxın, burada da maşına baxan var. Yəni, bəlkə də bəzilər yazacaq ki, baxan o demək deyil ki, alır. Amma mən artıq bayaqdan şahid oluram ki, neçə maşın satılıb. Bazar sönük bazar deyil. Bundan əvvəlki ötən bazar çox yaxşı bazar idi. Mən faktiki olaraq öz gözümü şahidin, mən bunu gördüm, müşahidə elədim. Baxın, burada da Hyundai Elantra 2016-17-ci illərdə Amerika bazarı üçün nəzərdə tutulan maşındır, istehsal olunub. Alıcısı başımın üstündədir, maşına baxırlar. Qardaş, qiyməti nədir Elantranın? 23 min yarım. İli nədir qardaş? 2018-ci il Amerika bazarı 23 yarım. Yürüyüşü nə qədərdir? 170 min. Qəzası olub yoxsa yox? Heç bir qəzası olmayıb Azərbaycana gələndə. Qiymətə fikir verirsiniz, hara qalxıb. Hansı ki, bir neçə ay bundan qabaq o maşınların qiymətində də enmə var idi. 19-18-də qədər enmişdi. Baxın, burada K5 ilə maraqlanırlar. Kia K5 Optima. 2 turbo motor. Bazarda aktivlik var.